mənə səs verəcək. Növbəti kitabım Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq dastanıdır. Bu dastan ilk dəfə olaraq mən yazmışam. 44 günlük müharibədən yetişindən sonra və bu kitab ilk dəfə olaraq hörmətli oxucularım, hörmətli seçicilər, Azərbaycan Respublikası Prezidentinin administrasiyasının razılığı ilə çap olunur. Buradan istəyirəm bir parça sizin nəzərinizə çatdıram. Şu anlamda Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydəroğlu Əliyev, Azərbaycan Respublikasının Hərbi İşlər Naziri General Zakir Həsənova deyir. General Zakir Həsənov şu anı azad götürüb. Onda elin, onda əsrin yarası var. Ehmal, mülayim götür. Allahımına nida gəlib, Pənahəli xan bəzənib, yola səfərə düzəlib, onu xan kimi götürüb. Üzr istəyirəm sizdən, qəhrənirəm, burada kifayətlənək. Çox müqəddəs bir kitabdır. Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq dastanıdır və bu dastanı ilk dəfə olaraq mən Faiq Sarıoğlu, Qarayev Milli Məclisin deputatlığına namizəd mən yazdım. Növbəti kitabım hörmətli seçicilər, Şərqi Slavyan xalqlarının dövlətçilik dastanı və dünya fəlsəfəsidir. Bu kitab 900 səhifədən ibarət kitabdır və bu kitab hal-hazırda çapa hazırlanır. Mən onun siqnalısını sizə təqdim edirəm. Şərqi Slavyan xalqlarının dövlətçilik dastanı və dünya fəlsəfəsi adlı kitabımdır. Və mən sizin nəzərinizdə 100-dən artıq elmi məqaləm var. Bunu əlbəttə bir sadalamaqla sizi yora bilərəm. Ona görə bunları sizə göstərmirəm. Bu mənim əsərlərimdir. Mən bu əsərlərin müəllifiyəm. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Hörmətli Gədəbəylilər, mənim sizin qarşınızda xahiş eləməyə və sizdən səs tələb eləməyə mənim mənəvi haqqımdır. Bilirsinizmi? Milli Məclisə deputatlığa namizəd, deputat olmaq istəyən hər bir kəsin hüququ var. Amma hüquqdan əvvəl hər bir insanın mənəvi haqqı olmalıdır. Mənim sizin qarşınızda mənəvi haqqım var. Mən siz Gədəbəylilərin başını həmişə uzaq tutmuşam. Bu mənim əsərlərim, mənim 30-40 mindən artıq elmi əsərlərim mən müəllifiyəm. Mən aliməm, mən filosofumuzam. Mən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət qulluğunda fərqlənmə medali ilə tərtib olunmuş şəxsəm. Mən müharibə veteranıyam və bununla da fəxr edirəm. Mən yüksək rütbəli zabitəm. Hörmətli Gədəbəylilər, nəzərə alın, əgər mənə səs verməyib, başqa mənim mənəvi haqqı olana, məndən yuxarı mənəvi haqqı olanlara verin. Amma mənə qədər mənəvi haqqı olmayanlara xahiş edirəm biraz etibarla yanaşır. Və mən nəticədə üzümüm Azərbaycan Respublikasının Prezidenti hörmətli zat ailərinə tuturam. Hörmətli Prezident, siyasətdə belə bir deyim var. Siyasətçilərdən biri deyir ki, əsir düşmüş sıravi əskəri əsir götürülmüş generalla dəyişmək olmaz. Sizdən xahiş edirəm, adəti üzrə göstəriş verin. Seçki meydanında məni saxta yolla başqa adamlarla əvəz etməsinlər. Mənim fikrim, mən sizi ancaq sizdən bunu xahiş edirəm. Mən onsuz da bilirəm ki, bütün Gədəbəylilər öz alimlərinə, filosoflarına, yüksək rütbəli zabitinə, müharibə veteranına, sizin cənab prezident sərəncamınızla dövlət qulluğunda fərqlənmə medali ilə tərtib olunmuş şəxsə səs verəcəkdir. Çünki mən artıq bu mənəvi haqqı qazanmışam və xalqımın da qarşısında bütün əsərlərimlə, kimliyimlə, təhsilimlə, elmimlə, savadımla mən öz hesabatımı verdim. Mən həm də aliməm deyirəm, alim məclisində imtihan olur.
yerle göy birləşir, qiyamət olur. Allahın öz evi ziyarət olur. Heç kim o evə toxuna bilməz. Məscid də, kilsə də dindar üçündür. Molla, keşiş, mümin, fağır üçündür. Allahın öz evi alim üçündür. Heç kim alimə toxuna bilməz. Bu dünyanın yaradan var, Quran var. En müqəddəs ilahi var, Quran var. Avesta var, Bibliya, Tövrət, İncil, inan var. Heç kim o inama toxuna bilməz. Faigəm, filosof alim, zabitəm. Döyüşən döyüşçü, qalib zabitəm. Qoy hamı eşitsin, bilsin. Türk oğlu Türkər, heç kim bu yoldan məni saxlaya bilməz. Çox sağ olun, hörmətli Gədəbəy cəmaatı, hörmətli Gədəbəylər. Sizlə Allah qoysa, 1 sentyabrda görüşəcəyik. Xahiş edirəm öz səsinizin, birinci gəlin səsinizi verin, ikinci də səsinizin oğurlanmasına imkan verməyin. Bu birincisi dövlət qarşısında cinayətdir. İkincisi də Allahın yanında cinayətdir. Hər bir insan, məndən fiziki cəhətdən, fizionomiyamdan kimisə xoşu gəlməyə bilər. Amma onu bilin ki, mən sizin alimiməm. Onu bilin ki, mən sizin filosofum. Onu bilin ki, mən sizin müharibə veteranıyam. Bunu unutmayın. Bu mənim əsərlərimdir, qarşımdadır. Mən bax bu əsərlərimlə sizin qarşınızda qazandığım mənəvi inamla sizi seçkiyə dəvət edirəm və sizdən arz edirəm ki, inadınızdan dönməyəsiniz. Əziz olasınız, hörmətli olasınız, çox sağ olun, hər birinizə minnətdarlıq edirəm. Və onu da sizə bildirim bir çıxışımın sonunda. Deməli, Azərbaycan Respublikasının daxili işlər orqanlarında 1995-ci ildə ilk dəfə Səbail rayon polis dairəsində Heydər Əliyev məktəbini yaradanlardan biri də mən olmuşam. Hörmətli Gədəbəylər, hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri, bilin. İlk dəfə Heydər Əliyev məktəbini idarə heyətinin sədr müavini 1998-ci ildə sədr olmuşam.